Koç bürcü 13 Mart 2025-ci il qeyri-müəyyən bir gündür. Səhər hadisələrli və məhsuldar olacaq. Bütün səyləriniz uğur qazanacaq. İndi fikirlərinizi həmfikir insanlarla bölüşmək üçün doğru vaxtdır. Birlikdə maraqlı və perspektivli bir şey tapa bilərsiniz. Bir çox qoçlar onlara tanış olmayan məsələləri asanlıqla başa düşəcəklər. Dərslərlə məşğul olanlar və ya imtahanlara hazırlaşanlar üçün əlverişli zamandır. Günün ikinci yarısı bir qədər gərgin olacaq. Yaxınlarınızla kiçik fikir ayrılıqları mümkündür. Lakin mehriban münasibət onları tez aradan qaldırmağa kömək edəcəkdir. Boğa bürcü 13 Mart 2025-ci il. Olduqca mübahisəli gündür. Xırda şeylərə hədsiz əhəmiyyət verməyə, seçici olmağa və hər hansı səbəbdən əsəbləşməyə meyilli olacaqsınız. Buna görə də səhər saatlarında yaxınlarınızla münaqişələr istisna oluna bilməz. Ancaq biraz daha dözümlülük nümayiş etdirsəniz, ciddi mübahisələrdən qaça bilərsiniz. Kiçik fikir ayrılıqları isə tez həll oluna bilər. Günün qalan hissəsi Boğa bürclərinin əksəriyyəti üçün uğurlu olacaq. Uzun müddətdir təxirə saldığınız hər şeyi yenidən edə biləcəksiniz. Dostlarla görüşmək, səmimi söhbətlər etmək və gələcək planları müzakirə etmək üçün yaxşı vaxtdır. Əkizlər bürcü 13 Mart 2025-ci il. Pis gün deyil. Çətin ki, hansısa ciddi işə başlaya biləsiniz. Lakin cari ev işlərinin öhdəsindən çox yaxşı gələcəksiniz. Uzun müddətdir həll etmədiyiniz problemləri həll etmək fürsəti yaranacaq. Siz güc və enerji ilə dolu, stresə davamlı olacaqsınız. Münaqişələrin yarandığı yerlərdə münasibətləri düzəltmək üçün əla vaxtdır. Ailə üzvləri işlərinizə qarışmağa çalışacaqlar və bu olduqca uyğun olacaq. Bir çox əkizlər çölə çıxmaqdan və təsadüfi söhbətlərdən həzz alacaqlar. Xərçəng bürcü 13 Mart 2025-ci il. Biraz əsəbi olacaqsınız. Yaxınlarınızla ünsiyyət zamanı kiçik anlaşılmazlıqlar ola bilər. Əksər xərçənglər nəinki adi ev işləri ilə məşğul olmalı, həm də yaşlı qohumlarına problemlərini həll etməli olacaqlar. Bu çox ağır olmayacaq, ancaq planlarınızı biraz dəyişməyə məcbur edəcək. Günün ortalarından etibarən hər şey yaxşı getməyə başlayacaq. Bütün çətinliklərin öhdəsindən gələcək. İstirahət etməyə, dostlarla görüşməyə və ruhunuz üçün xoş bir iş görməyə vaxt tapacaqsınız. Şir bürcü 13 Mart 2025-ci il. Günün başlanğıcı çətin olacaq. Bir çox şir heç bir səbəb olmadan narahat olmağa başlayacaq. Bəzi planlar yenidən qurulmalı olacaq. Bu da sizi çox xoşbəxt etməyəcək. Yaxınlarınızla ünsiyyətdə xırda fikir ayrılıqları mümkündür. Bu zaman vacib qərarlar qəbul etməməli və uzağa gedən nəticələr çıxarmamalısınız. Ancaq tezliklə hər şey yaxşılığa doğru dəyişəcək. Əhval-ruhiyyəniz normallaşacaq. Baş verənlərdə bir çox üstünlüklər görəcəksiniz. Qohumlarınıza kömək etmək üçün əla zamandır. Nəinki onların minnətdarlığını qazanacaqsınız, həm də bacaracağınız işlərdən məmnun qalacaqsınız. Qız bürcü 13 Mart 2025-ci il. Pis gün deyil. Planlaşdırdığınızdan da artıqını edə biləcəksiniz. Güc və enerji artımı sizə bütün tapşırıqların öhdəsindən gəlməyə imkan verəcək. Kifayət qədər səy göstərsəniz, gələcək uğurun təməlini qoya bilərsiniz. Bəzi qızlar faydalı insanlarla münasibət qura biləcəklər. Bununla belə bütün ideyalarınız reallaşmayacaq və bu sizi lazımsız xərclərdən xilas edəcək. Günün ikinci yarısı yeni başlanğıclar üçün o qədər də əlverişli deyil. Ona görə də qəti addımlar atmağa tələsməyin. Təcrübəli insanlarla məsləhətləşmək zərər verməz. Onlar sizə davam etməyin ən yaxşı yolunu deyəcəklər. Tərəzi bürcü 13 Mart 2025-ci il. Heç bir fəsad olmayacaq. Planlaşdırılmamış xərclərlə üzləşməli olacaqsınız. Ciddi itkilərə səbəb olmayacaqlar. Amma yenə də sizi biraz üzəcəklər. Yaxınlarınızla münasibətlərdə anlaşılmazlıqlar ola bilər. Buna görə də maksimum səbir və ehtiyatlılıq göstərmək çox vacibdir. Ünsiyyətdə təmkinli və incə olmağa çalışın. Bu, mübahisələrin qarşısını almağa kömək edəcəkdir. Bir çox tərəzilər bir qədər əsəbləşəcəklər. Rutin işlərin öhdəsindən gəlmək çətinləşəcək. Odur ki, çox iş götürməyin və xoş bir şey edin. Bu, emosiyalarınızı normal vəziyyətə qaytarmağa kömək edəcək. Əqrəb bürcü 13 Mart 2025-ci il. Gün qeyri-adi yaxşı başlayacaq. Siz emosional yüksəliş və ilham hiss edəcəksiniz. Bir çox problemləri həll edə və yaxınlarınıza işlərində kömək edə biləcəksiniz. Vacib məsələləri müzakirə etmək üçün əla zamandır və siz asanlıqla qarşılıqlı anlaşmaya nail olacaqsınız. Gələcəklə bağlı planları müzakirə edə bilərsiniz və onların planlarınızı həyata keçirməyinizə kömək etməyə hazır olduqlarını görəcəksiniz. Bir çox əqrəblər ictimai həyatdan çox həzz alacaqlar. Ətrafınızdakılara qalib gəlməyə son olacaq. Siz parlaq təəssüratlar əldə edəcək, faydalı və xoş tanışlıqlar edəcəksiniz. Oxatan bürcü 13 Mart 2025-ci il. Gün sakit və ölçüb biçilmiş şəkildə başlayacaq. Axşam isə çoxlu maraqlı şeylər gətirəcək. Səhər mehriban və pozitiv əhval-ruhiyyədə olacaqsınız. Ona görə də bütün yığılmış məsələləri asanlıqla həll edəcəksiniz. Oxatanların çoxu istənilən vəziyyətdə nəinki optimist qala biləcək, həm də ətrafdakılara əlverişli emosional atmosfer yaradacaqlar. Ev işlərinin öhdəsindən tez gələ biləcək. Ailənin ən yaşlı və ən kiçik üzvlərinə diqqət yetirəcəksiniz. Axşam qonaqları qəbul etmək, şənliklərdə iştirak etmək və ya çölə çıxmaq üçün idealdır. Siz nə
nəinki yaxşı vaxt keçirə, həm də çoxlu faydalı əlaqələr qura biləcəksiniz. Oğlaq bürcü 13 mart 2025-ci il. Səhər biraz əsəb olacaq, amma sonra hər şey düzələcək. Hər şeyi ciddi qəbul etməyin. Siz hər şeydən narahat olmağa, əsəbləşməyə və ətrafdakılardan mənfi emosiyalarınızı çıxarmağa meyilli olacaqsınız və bu nəinki əhvalınızı poza bilər, həm də sizin üçün vacib olan insanlarla münasibətlərinizə mənfi təsir göstərə bilər. Bununla belə istəsələr, oğlaqların çoxu özlərini idarə edə biləcək və problemlərdən qaçacaqlar. Günorta yeni şeylər öyrənmək, özünü təkmilləşdirmək və ya imtahanlara hazırlaşmaq üçün mükəmməldir. Tezliklə həyata keçirə biləcəyiniz orijinal ideyalar ağlınıza gələcək. Dolça bürcü 13 mart 2025-ci il. Əgər pis əhval-ruhiyyənin öhdəsindən gələ bilsəniz, gün uğurlu və məhsuldar keçəcək. Səhər saatlarında bir çox dolçalar həddindən artıq həssiz olacaqlar. Bu da yaxınlarınızla kiçik fikir ayrılıqlarına səbəb ola bilər. Bu zaman vacib mövzuları müzakirə etməməli, ciddi qərarlar qəbul etməməlisiniz. Tədricən vəziyyət düzələcək və emosional vəziyyətiniz yaxşılaşacaq. Siz nəinki planlaşdırılan bütün işlərin öhdəsindən gələ biləcəksiniz, həm də itirilmiş vaxtınızı kompensasiya edəcəksiniz. Qohumlar və dostlar istənilən şəraitdə köməyinizə gəlməkdən məmnun olacaqlar. Balıqlar bürcü 13 mart 2025-ci il. Qeyri-müəyyən bir gündür, amma daha yaxşılar olacaq. Ev işlərini yerinə yetirmək istəmirsinizsə belə, yığın işi təxirə salmayın. Kiçik bir şey göstərmək və başlamaq kifayətdir. Siz tez düzgün ritmə girəcəksiniz və hər şeyin öhdəsindən gözlədiyinizdən daha sürətli və asan gələcəksiniz. Günün ikinci yarısı uğurlu olacaq. Bəzi balıqlar uzun müddətdir gözlədikləri xoş xəbərləri alacaqlar. Bu, əvvəllər heç vaxt etmədiyiniz, lakin həqiqətən etmək istədiyiniz bir şeyi sınamaq üçün əla vaxtdır. İlk uğurlar çox gözlətməyəcək.